Bu gün cəmiyyətə baxanda görürsən ki, günahkar bir insanla təkəbbürlü danışırlar. Amma necə olmalıdır? Əksinə, dindar günahkarı görəndə onunla təvazökar davranmalıdır. Ona xüsusi diqqət yetirməlidir. Gözəl danış ki, onu ibadətə gətirəsən. Sən onunla təkəbbürlü danışmaqla vallahi onu ibadətə gətirmərsən. Ona günahkar kimi baxırsan, bir dənə özümüzə baxaq. Namaz qılırıq da. Hansımızın günahı yoxdur? Kimsə deyə bilər, mənim günahım yoxdur. Namaz qılanın ən aktual günahıdır bu, qeybət. Ən böyük də günahdır. Qoyurlar bir dənə başqa namaz qılanı ortaya və yaxud namaz qılmayanı ortaya. Qeybət. Namaz qılmayana yuxarıdan aşağı baxır. Günahkardır. Özümüz də günahkarıq da. Onun günahı bir başqadır. İraq bizlərdən, içkidir, zinadır. Sən onları eləmirsən, sən də qeybət edirsən. Bəzi o elə adamlar var, heç qeybət də eləmir. Amma sən eləyirsən.